Herkese salamlayıram bu gözəl gündən. Bugün istədik ki, ətrafımızdakı qonşulara yığaq bir yerə və qəşəng bir çay süfrəsi eləyək. Ona görə də mən istədim ki, çox gözəl bir şəkildə belə səliqəli bir paltar geyindirim İnciyə. Qəşəng platya ilə gəzsin çöldə. Və bu paltarı geyindiyi üçün sevinir. Ona görə də tullanıb düşür. Burada da bizim qəşəng şirniyyatlarımız, quru meyvələr, ləbləbi, şokolad, limon və ən önəmlisi anamın öz əlləri ilə hazırladığı çiyələk mürəbbəsi var. Həyətimizin də ümumi görünüşü günü-gündən daha da gözəlləşir. Çünki güllər, çiçəklər daha da çoxalır. Biraz əvvəl gördüyünüz bu yıxılma səhnəsini silmədim. Hətta baxın burada qızım ağlayır, biraz narazılıq falan eləyir. Bunu nəyə görə silmədim? Çünki bir çoxları, azı ki məni YouTube-dan izləyən ətrafım var, yəni uzaq qohumlar və s. Onlar həmişə izləyəndə deyirlər ki, maşallah uşağın çox sakitdir filan. Yəni əslində həqiqətən YouTube-da gördüyü qədər də sakit deyil. Sadəcə mən bacardığım qədər buradan sizə xoş əhval-ruhiyyə ötürmək üçün çalışıram o sakit olduğu hissələri çəkim. Təbii ki, yəni mən uşağımdan tam da narazı deyiləm ki, bütün günü başımıza oyun açır falan, yox. Sadəcə yəni belə ağladığı vaxtlar da olur, naz elədiyi vaxtlar olur, yıxıldığı vaxtlar olur. Hər uşaqda olduğu kimi mənim qızımda da bu olur. İstədim sizə göstərim. Nədənsə mən heç istotdu gəlmir. Az əvvəlki kadrda isə İnci dayımla söhbət eləyirdi və ona baxıb gülürdü. Böyük ehtimal onu güldürəcəyi şəkildə hərəkətlər eləyirdi. Ona görə istədim həmin hissəndə səsini açıq qoyum. Bu arada genel olaraq şən uşaqdır qızım. Eyni mənim uşaqlığımdakı kimi. Amma o ki artıq tanımadığı, az-az gördüyü insanları görür. Sanki elə bil tamam başqa bir insan olur da İnci. Yəni qətiyyən danışmaq istəmir həmin insanla, qucağına getmək istəmir. Və gəldim evdə imendi bu növündən 3 ədəd piçenyanı qaynar suda qəşəng islatdım və bu şəkildə həll etdim suda. İstifadə etdiyim bu dibində qalan kaşadan istifadə edəcəm. Yəqin ki 2-3 qaşıq kifayət edəcək. Və ertəsi gündən hər kəsə salam. Bugünkü seçimimiz bu bananlı kaşa oldu. Səhərimizi isə əsasən həyətdə açdıq. Elə həyətdə yedizdirdim. Daha sonra da çıxartdım oynamağa və burada təbii ki göydə uçan quşlara baxır qızım. O qədər xoşdur ki onları izləmək. İndi sizə göstərəcəm. Təbii ki, səhər yediyimiz yeməkdən sonra bizə qəşəng bir enerji gəlir. Ona görə də bu stolu ora-bura sürütüyə aparırıq. Arada gətirib maşını da vurur. Bilmirəm nə edeyim də doğrudan da. Gah əlindən tutub gəzdirirəm. Sonra əlimi buraxır, qaçır o yana bu yana. Qorxuram ay Allah, birdən girər bu bağın içinə balaca güllərin falan. Oradakı qızıl güllərin də demək olar hamısında tikan var da. Hər dəfə o tikanları biz qırırıq, təmizləyirik, yenə də çıxır. Axır ki bu çəhrayı topu da tapdım, atdım ona tərəf. Başladı qəşəng oynamağa. Biraz da bu topla başını qatıb aparacam evə. Onsuz da bir yerdə mənim qızım dayanmadan uzun müddət qalmır da, yəni maksimum yarım saat, 45 dəqiqə. Sonra ürəyi sıxılır, evə gedirik ya da çıxırıq vəbşi çöllə gəzməyə də, tamam başqa yerləri gəzməyə. Və burada bizim belə üzümlərimiz artıq başlayıb yavaş-yavaş cücərməyə. İstədim elə göstərim sizə də. Və sizi özümüzlə aparacaq çox qəşəng bir parka. Bu parkın adı Çəmbərə kəndi adlanır. Bu park şəhərin mərkəzindən biraz yuxarı ərazidə, hardasa Bayıl ərazisinə yaxın hissədə qalır. Anam birinci belə geyindirmişdi onu çəhrayı kombinzondan. Əslində çox da qəşəng yaraşmış. Sadəcə olaraq
Həmin o paltar biraz çox isti oldu. Ona görə dəyişdi, şortik, kofta geyindi. Və isə kamerada özünü görür. Ona görə baba, bəbə deyir, sevinə-sevinə baxır və biz çıxdıq yola. Üzünə gün düşə-düşə, əlini də salıb ağzına 100% yenə hansısa dişi çıxır. Yazıq uşaq. Bu dişləri bunu bir təhər elədi. Day çıxıb qurtarsaydı həqiqətən. Valla şəxsən mənim uşağımın dişi çıxanda biz onu bilirik də. Hərəkətlərindən, halından. Əsasən də qızdırması falan olur bir gün, bir də görürsünüz. Bunları da deməkdə məqsədim odur ki, həqiqətən uşaq saxlamaq, böyütmək, yəni göründüyü qədər asan deyil. Buradan gənc ailələri, mənim kimi övladının artıq 1 yaşlıq olanları, yəni bu müddətdə olanlara çox yaxşı başa düşürəm də. Çünki biz də yəni görürük ki, doğrudan da uşaq o ağrını bəllidən uşaqda xüsusən, məsələn, dişi ağrıyır, hə, uşaq yemək istəmir. Biz bilirik ki, bu uşaq dişi ağrına görə yemir. Ac qalır, istər-istəməz biz də pis oluruq, ac qalaraq yemək istəmir. Bütün ev əhli olaraq məsələn 1-2 gün qızdırması olur. Ev əhli oyaqdır gecələr. Yəni hər kəs evdə bizlə bərabər, elə İnci necə ürək istəyir, o şəkildə bizi də idarə edir. Əvvəllər bu durumdan çox şikayətçi olsam da, artıq nisbətən öyrəşdiyimi fikirləşirəm. Artıq bundan sonra övladınız doğulubsa heç bir şey əvvəl kimi olmayacaq. Əfsuslar olsun ki, artıq sadəcə özünüzü düşünüb hərəkət eləyə bilməyəcəksiniz. Bütün planlarınızda o da olacaq. Hə, ola bilər təbii ki, bəlkə böyüklər məsələn saxlamaq istəsə, siz rahat bir yerə gedə bilirsiniz. Bu da hər zaman mümkün olmur, inanın mənə. Çünki böyüklərin də yəni müəyyən dərəcədə öz işləri, gücləri, planları, təsirləri olur. Yəni onları da fikirləşmək lazımdır. Mən özüm də yəni anamın doğrudan da boş vaxtı olanda özü deyir ki, hə, mənim yanımda qoyun, gedin filan qonaqlığa ya da filan yerə. Onun haqqına yəni girə bilmərəm. Boş vaxt olmayanda açıq-aydın deyir ki, yox, mən bu gün evlə məşğulam ya da özümlə məşğulam. Siz də bu gün biraz çox məşğul olun uşaqla. O da əlindən gəldiyi qədər o da evdə nənəm də kömək eləyir. Yəni hər kəs bir tərəfdən kömək eləyir ki, bu uşaq böyüsün. İndi isə gəldik, çıxdıq bu qəşəng yerə. Bərəkənd parkına içəriyə girdiyiniz anda o təmiz havanı hiss eləyirsiniz. Həm də belə xoş bir ab-hava yaranır orada. Çünki hər tərəf gül çiçəyilə doludur, hər tərəf yaşıllıq. Çox qəşəng bir qoxu gəlir, çiçəklərin, bitkilərin qoxusu və belə qəşəng dizaynı var bu parkın. İndi göstərəcəm bir sizə. Mənim ən sevdiyim güllərdən 7 gözəllər var idi burada. İstədik ki, biraz gəzək, amma qeyd edeyim ki, çox da böyük, iri bir park deyil. Burada əsasən ən yuxarı hissədə qəşəng bir kafe var. Orada otururuq biz həmişə. Orada kofe içirik, çay içirik, şirniyyat yeyirik və orada qəşəng bir hissə yaradılıb ki, valideynlər də uşaqlara nəzarət edə bilsin. Bizim İnci balamız hələ ki çox balaca olduğuna görə oradakı attraksiyonlardan istifadə edə bilmir. Amma inşallah gələcəkdə bura yenə tez-tez gəlməyi planlaşdırırıq. İnci hələ olmamışdan əvvəl biz bir neçə dəfə bu parka gəlmişdik və həmişə də xəyalını qururduq ki, inşallah övladımız olsun, onu bura gətirəcəyik və şükür həmin gündən bizə qismət oldu. Bu görüntü də o qədər qəşəng idi ki, elə ata ilə qızın belə mehribançılığı, hətta körpə vaxtından belə mehriban olmağı mənim çox-çox xoşuma gəlir. Qızım bu şəlaləni çox sevdi. Tez-tez buraya yaxınlaşıb oynamaq istəyirdi, amma biz təbii ki, bacardığımız qədər ona nəzarət edirdik ki, birdən içinə yəni düşər.
Bu da yüksək ehtimallardan biridir, çünki o uşaq da elə başa düşmür. Əslində biz istədik ki, həmin o yeni evli olduğumuz vaxtlardakı kimi rahat bir şəkildə gəzək ətrafı, amma bilirsiniz ki, bu tip velosipedlər kolyaskalarla çox çətindir. Ona görə də düşdük buradan şəhərin bu gözəl mənzərəsini izləməyə və zənnimcə sonra da qayıdacağıq başqa yerləri gəzməyə. Başqa yer dediyimdə bura ən yaxın 10-15 dəqiqəlik maşınla məsafədə Dəniz Molu var. Ora yollanmaq istədik. Və baxın görün İnci yola necə maraqla baxır. Elə xoşum gəlir o belə qucağımda oturub yola baxanda. Bu arada biz İnciyə təzə bir kreslo almışıq və kreslonu sizə növbəti videoda göstərəcəm. Bundan sonra öz kreslosunda rahat bir şəkildə hündürdən əyləşəcək və ətrafı daha rahat seyr edəcək. Həm də bizim də ürəyimiz rahat olacaq ki, o heç bir yerə yıxılmayacaq. Çünki kəmərləri çoxdur. Çox uyğun qiymətə aldıq. Çünki Lalafodan aldıq biz. İstifadə olunub. Təxminən 3 ilə yaxın istifadə olunub, amma çox təmiz saxlayıblar, çox səliqəli saxlayıblar. Və üstəlik bir çox funksiyaları var ki, hansı ki bunu çox araşdırdıq. Əsas da yoldaşım çox araşdırdı və gördük ki, məsələn Kidlo markasının təzəsi hətta endirmə düşmüşdü, 110-120 arası idi. Amma heç bir funksiyası yox idi. Sadəcə uşaq oturur və hətta onu vəd etmir ki, o təhlükəsiz bir şəkildə oturacaq. Amma biz daha uyğuna, daha çox qorunma sistemi olan və Isofix sistemi də var. O baxımdan biz hər şeyi nəzərə alsaq çox uyğun aldıq. İnşallah dediyim kimi növbəti videoda sizə göstərmək üçün səbirsizlənirəm. Və budur, gəldik, çatdıq. Burada Dəniz Mola. Biz aşağı hissədə parkinq etdik. Həmin gün həftə sonu idi deyə hiss elədik ki, çox adam olacaq açıq alanda. Ona görə podvalda biz burada saxlamağı, yəni daha uyğun gördük. Daha sonra liftə mindik. Liftə sizə çəkib göstərmək istədim ətrafı. İnci də belə xoşlayır ki, mənim kimi fərqli yerlər kəşf edəsin. Heç ən son xatırlamıram nə vaxt Dəniz Mola gəlmişəm. Deyəsən az qala 1 ilə yaxındır ki, gəlmirəm. Biz özümüzə pide və lahmacun sifariş etdik. Sonra da çıxdıq. Elə yoldaşım sifarişi verəndə mən də qızımı götürdüm. Biraz mızıldandığı üçün ora-bura gəzdirdim ki, boş yer axtarım tapım və təsadüfən bu terasa yaxın bir yer seçdim. Sonra da çıxdıq. Açıq terasda belə gəzdim qızımla. Onu oynatdıq, ətraf mühiti göstərdik və artıq yeməklərimiz gəldiyi üçün əlinə belə oyuncaq, piçenya falan verdim. Biraz sakitləşsin və imkan versin ki, biz yeməyimizi yeyək. Lakin bunların heç biri ona kar etmədi. Mən də artıq son həddə çatdığım üçün, yəni normal olaraq ac idim və yemək istəyirdim. Əlinə baxın belə pidenin belə bərk hissəsindən verdim. O da belə yeməyə başladı maraqla. Ən sonda da yenə mızıldandığı üçün artıq istədim yuxusu gəlir. Ona görə də telefonumda çizgi film açdım və qoydum qarşısına baxdım. Sonra da əl-üzümüzü yuyub gəldik liftin qabağında gözlədik. Artıq biz qaydanda çox adam var idi. Dəniz Mol dəhşətli olmuşdu. İstədim ki, kameranı açım, həyəti göstərim. Bir də gördüm ki, İnci yatır. Çox şirin yatmışdı. Elə gətirdik evə. Tez pampersini dəyişdim, təzədən yatdı.
Ertəsi gündən hər kəsə salam olsun. Bugün atamızla birlikdə səhər yeməyini yedik. Daha sonra əlində deyəsən çörək var xanım qızı. Ya çörəkdir ya da simit, ikisindən biri olmalıdır. Mən də oturmuşam belə təzə yuxudan durmuş vəziyyətdə, üzüm gözüm şiş. Bacımla söhbət eləyirdim burada və onunla söhbət eləyə-eləyə bir tərəfdən də İnci ilə maraqlanmağa çalışıram. Və İnci bildiyiniz üzrə gəzməyi falan çox sevir və istəyir ki, fərqli yerləri kəşf etsin. Ona görə də belə arada mənim nənəmgilə getmək istəyir. Nənəmgil, dayımgil onların həyatı. Hətta yolda tanıdığı üçün özü bizə yol göstərir. Mən də istədim elə gəlim onun yanına belə burada həyətdən üzümləri, armudları və qızıl gülləri çəkim göstərim sizə. Onların da bağı həmişə belə rəngarəng olur. Doğrudan da özüm də matməhətəl qalıram. Hətta nənəmgil də deyir ki, yəni bu uşaq həqiqətən də bizim evi tanıyır. Bir də biraz qabaqda balaca dayımgilin evi var. Arada orada aparır bizi. Ən sevdiyim rəng və növ budur. Sanki nar çiçəyi rəngidir. İstədim bundan belə qəşəng video çəkim. İnci məni gördüyü üçün sevindiyindən belə hoppanıb düşür. Səhvən işığı söndürdüm, yenidən yandırdım burada. Və biraz gəzdirdim. Gördüm ki, burada Uğur, Səyad bir yerdə söhbət edirlər və elə mən gələnə kimi onunla maraqlanmışdılar zaten. Sonra da belə atası qucağına alır. Telefonlarımızın belə, yəni kimin telefonu olduğunu çox gözəl bilir İnci. Gətirir, özü bizə verir. Deyir ki, məsələn bu telefonu gətir. Hətta bəzən gətirmə desək belə gətirir, verir uzaqdakı hər hansı bir əşyanı. Və bu gördüyünüz qabı da bir şkafları açıb bağladı və bunu götürmək istədi. Çünki üstü də belə rezinlidir. İstədi ki, bundan oynasın. Biz də yəni yox demədik. Ən azından sakit olacağını düşündüyümüz üçün dedik qoy oynasın. Və baxın görün indi neyəcək. Yerə düşən bu iki parçanı birləşdirməyə çalışır. Burada da nənəm əslində demək istəyir ki, yəni şükür Allaha da başa düşür ki, bu buna aiddir və bunu bu şəkildə belə üstünü örtmək lazımdır. Sadəcə bu qapaq biraz əyilmişdi deyə, yəni deformasiya olmuşdu deyə onu bağlamaq çətin olurdu. Bizim də evdə belə qablar var. Yəni sözsüz ki, hər biri əvvəl-axır rezbalı hissəsi belə olur. Yəni zaman keçdikcə təbii ki, deformasiya olur. Səyad da kömək eləyir ki, onu bağlasın. Az əvvəl biz onsuz da evə qayıdacağıq deyə nənəm də götürdü İncinin əlindən həmin o qabı yerinə qoydu. Yəni bir tərəfdən bu təbii ki, yaxşı bir şeydir. Əslində uşağın nazı ilə çox oynamaq lazım deyil. Körpə vaxtından necə öyrəndisə o şəkildə davam edir. Yəni körpə özü bilməlidir ki, yavaş-yavaş bu əşya ona aid deyil və yerinə geri qoyulmalıdır. Evə gəldim, gördüm ki, anamgilin də gedəsi yeri var idi. Onlar gəlib və İnciyə belə bir yemək hazırlanmışdı. İçində makaronu, tərəvəzi, qiyməsi, hər şey var idi. Qəşəng oturdu, onu yedi. Bizim bu həyətin də qızıl gülləri mart ayından artıq açmağa başlayır. Sadəcə arada nəyə görə quruyub belə pis hala düşmüşdülər. Arada çox pis dolu və yağış yağdı. Havalar çox soyuq keçdi deyə birdən-birə güllər, çiçəklər yox olmuşdu. İndi təzədən gün düşür, belə torpaq münbitləşir. Ona görə də görüntü etibarilə də həyətimiz həqiqətən mükəmməl səviyyədə olub. İnci gəlir burada, bilir ki, bu hissədən açılır, onunla oynayır. Sonra gəlir, sanki üzün yapışdırmaq istəyir. Elə bilir ki, o güzgüddə özün əksini görür orada, özü ilə danışır. Ora-bura qaçır, ətrafı kəşf edir, hər zaman olduğu kimi. İncini yedizdirib içizdirəndən sonra özümüz də istədik ki, biraz çöldə həmin bir neçə gün əvvəldən aldığımız bu şirniyyatı yeyək.
Dadını çox bəyəndik. Əlavə olaraq anamla söhbət elədik çöldə. İncin də əlinə belə öz peçenyasını verdik, yedi. Və bunu əlində gördüyünüz oyuncağı Səmədgil almışdı. Fatihə alanda İncini də unutmamışdılar. Belə qəşəng bir oyuncaq almışdılar. Artıq bu oyuncağı da idarə eləməyi bacarır və gəzir o yana bu yana. Və axşam saat 6-dan 7-dən sonra ad günü təşkil edilmişdi. Səməd bildiyiniz üzrə həm də gəmidə işləyir və təzəlikcə gəlmişdi gəmidən. Bir növ öz gəlişini də qeyd eləmək istədi. Həm də oğlunun da ad gününü qeyd etmək istədilər. Məncə çox yaxşı bir təşəbbüs idi. Allah ailənizi hər zaman mehriban eləsin, hər zaman ailəsinin başında olsun. Övladlarının da hər zaman xeyrini görsünlər və süfrədə gördüyünüz bu məhsulların böyük əksəriyyətin Günay hazırlamışdı və bu ətrafı da belə qəşəng işıqlarla, şarlarla bəzəmişdilər. İstədim hamısını çəkib göstərim sizə. Dekoru da çox bəyəndim, çox qeyri-adi alınmışdı və aş məclisi üçün xalam gətirdi bu aşı. Qoydu ki, rahat aş mərasimində çəkə bilsinlər. Əgər videonu sona qədər izlədinizsə, sizə çox minnətdaram və kanalıma abunə olub, videonu like edib aşağıda şərh bölməsində o gözəl fikirlərinizi yaza bilərsiniz. Bir daha hər birinizə xoş izləmələr.